Salam müəllimlər, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Hal-hazırki mövzumuz 6-cı sinif texnologiya dərsliyindən 16-cı mövzudur. Sadə elektrik dövrəsi. Biz 5-ci sinifdə sadə elektrik dövrəsini sadə variantda öyrənmişdik. İndi də biraz mürəkkəb formada öyrənəcəyik. Sadə elektrik dövrəsi aşağıdakı elementlərdən ibarətdir. Gəlin görək aşağıdakı elementlər hansılardır? Bizə lazımdır batarya, bizə lazımdır közərmə lampası, bizə lazımdır elektrik açarı və bir də naqillər. Bəli, biz bunları 5-ci sinifdə öyrənmişdik. Sadə elektrik dövrəsinə nələr daxil idi? Batarya idi, közərmə lampası idi, açar idi, bir də naqillər. Adətən, hər hansı elektrik dövrəsini qurmazdan əvvəl onu kağızda təsviri çəkilir. Bunu elə etmək lazımdır ki, bu təsvirdən dövrənin hansı elementlərindən qurulması və bu elementlərin öz aralarında necə birləşdirilməsi aydın olsun. Belə, qurulması və birləşdirilməsi aydın olmalıdır. Belə təsvir dövrəni tez və ya səhvsiz qurmağa, onun elementlərinin bir-biri ilə qarşılıqlı əlaqələndirilməsi, qarşılıqlı əlaqəsini aydınlaşdırmağa imkan verir. Amma sadəcə bataryanın təsvirini çəkmək əlverişli deyil. Çünki buna çox vaxt gedəcək, həm də hər kəs gözəl rəsm çəkə bilmir. Buna görə də ən gözəl nə edirik? Kağızda təsvirini çəkirik. Əgər dövrə mürəkkəbdirsə, o çox sayda müxtəlif elementlərdən ibarətdirsə, belə təsvirin kağız vərəqində yerləşdirilməsi çətin olur. Məlumdur ki, coğrafi xəritədə dağları, yaşayış yerlərini, gölləri, çayları göstərmək üçün şərti topoqrafik işarələrdən istifadə edilir. Bəli, işarələrdən istifadə olunur. Kağızda elektrik dövrəsini təsvir etmək üçün də şərti işarələrdən istifadə olunacaq. Şərti işarələrdən istifadə olunacaq, yəni onun sxemi çəkiləcək. Sxemdə elektrik dövrəsinin hər bir elementi xüsusi şərti işarə ilə təsvir edilir. Və dövrənin bütün elementlərinin bir-biri necə birləşdirilməsi göstərilir. Bax, bunlar hər biri söz yığınıdır. Biz bunları 5-ci sinifdə daha yaxşı öyrənmişdik və artıq başa düşürük ki, hər elementin şərti işarəsi var. Həmin şərti işarə ilə biz sxemi qura bilirik. Şərti işarə də bizim işimizi asanlaşdırır. Hansı ki, bax, bu təsviri çəkməyi hamı üçün rahat olmaya bilər, asan olmaya bilər. Amma şərti işarələrlə çəkmək hər kəsə rahat olur. Şərti işarələrin təsviri onların asan və tez təsəvvür edilməsi üçün kifayət qədər sadə olmalıdır. Bəli, baxın, şərti işarələr hansı ki, sxemdə biz öyrənmişdik ki, baxın, bu A şəklində verilib közərmə lampası, B şəklində verilib elektrik mənbəsi, elektrik enerjisi, C şəklində naqil, C şəklində açar. Bəli, bunları birləşdirmək çox rahatdır. Hardasa, bax, bu şəkli çəkməkdən qat-qat rahatdır. Yəni, bu slaydın ümumi, belə deyək, fikirləri ümumiləşdirsək, belə bir nəticə əldə edirik ki, şərti işarələrlə asan olur. Bəli, şərti işarələrlə asan olur. Nəinki təsvir çəkmək. Bununla belə elektrik dövrəsinin hər bir elementinin şərti işarəsi elementin xarakterik cəhətlərini özündə əks etdirməlidir ki, onun sxemdəki digər elementlərdən asanlıqla fərqləndirmək mümkün olsun. Beləliklə, lampa necə, közərmə lampası necə işarə olunur? Baxın, lampa dairədir, içində çarpaz xətt. Düzdür? Bunu nə üçün bu formada təsəvvür edirlər? Bunun içərisindəki çarpaz xətt sanki
İşıq şüaları da hər tərəfə yayılır, yəni bu formada. Cərəyan mənbəyi iki müxtəlif uzunluqlu paralel xətlə işarə edilir. Bəli, bu onların qütblərini iki paralel xət, biri uzun olur, biri qısa olur. Düzdür? Bu cərəyan mənbəyini göstərən şərti işarədir. Müsbət qütb uzun xətlə, mənfi qütb qısa xətlə. Bəli. Bax, bu olacaq bizim cərəyan mənbəyi. Ən sadə təsvir nə olur? Naqil. Bəli. Ən sadə təsvir düz xətt şəklində olan naqildir. Açar da sxemdə göstərildiyi kimi. Bütün bunları biləndən sonra biz elektrik dövrəsini rahat şəkildə çəkə bilirik. 5-ci sinifdən artıq bizə məlumdur ki, dövrə nə zaman qapalı olur? Belə deyək, dövrə nə zaman qoşulur? Açar qapalı olanda. Közərmə lampası nə zaman yanır? Bax, bu açar qapalı olanda, dövrə qapalı olanda. Gəlin görək, elektrik nədir? Elektrik yüklərinin varlığı, qarşılıqlı təsiri. Bax, elektrik yükləri var, müsbət mənfi yüklər də var və bunlar bir-birinə qarşı təsir eləyirlər və qarşılıqlı təsiri və hərəkəti ilə şərtləndirilmiş hadisələrin cəmidir. Deməli, belə bir nəticə ortaya çıxdı ki, elektrik yükləri nədir? Yüklərin varlığı, yəni yüklər var və bir-birlərinə təsir eləyirlər, hərəkətdədirlər. Neymiş bu? Elektrik imiş. Elektrik Yunan sözü olub elektron, yəni kəhraba deməkdir. Bəli, elektrik sözü kəhraba deməkdir. Elektron sözündən götürülüb, yəni kəhraba. Hələ qədim zamanlarda insanlar kəhrabanı yun parçaya sürtəndə müxtəlif kağız parçalarını, saman çöplərini, narın tükləri özünə çəkdiyini müşahidə ediblər. Bəli, biz bunu bu formada izah eləyirdik ki, uşaqlara. Məsələn, karandaş, ruçkanı, qələmi. Belə deyək də, nəyə sürtürdü? Uşaqlar çox vaxtı belə edirdilər də. Başlarına sürtürdülər və balaca kağız parçası kəsib, həmin o ruçka ilə, qələmlə biz kağız parçasını qaldıra bilirdik. Bəli, burada sürtünmə qüvvəsi üstünlüyü təşkil edir. Bəli, sürtünmə zamanı kəhrabaya elektrik yükü verilir. Gəlin batareya, közərmə lampası, elektrik açarından ibarət elektrik dövrəsinin necə işlədiyini aydınlaşdıraq. Mis naqillərin, niyə mis naqil? Ona görə ki, mis naqillər cərəyanı yaxşı keçirir. Mis naqillərin köməyi ilə közərmə lampasını batareya və elektrik açar ilə birləşdirmək lazımdır. Naqilin köməyi ilə közərmə lampasını batareya və elektrik açarı ilə birləşdirmək lazımdır. Elektrik açarı qapanmamış vəziyyətdə olduqda, qapanmamış, bax şəkildə göründüyü kimi burada qapanmayıb. Qapanmamış vəziyyətdə olduqda naqillərdən cərəyan axmır və közərmə lampası işıqlanmır. Bəs nə zaman közərmə lampası işıqlana bilər? Əgər açar qapalı olduqda, belə deyək, dövrə qapalı olduqda. Bax, burada qapanmamış vəziyyətdə olanda közərmə lampası işıqlanmır, naqillərdən cərəyan axmır və ən nəhayətində közərmə lampası işıqlanmır. Əgər elektrik açarı qapanmış vəziyyətə keçirilərsə, batareyanın qütbləri arasındakı potensiallar fərqi elektrik cərəyanını batareyanın müsbət qütbündən mənfi qütbünə közərmə lampasından və elektrik açarından keçməklə hərəkət etməyə məcbur edəcək. Müsbət qütbündən mənfi qütbünə naqillərlə közərmə lampasından və elektrik açarından keçməklə hərəkət etməyə məcbur olur. Bu
Bu halda çözərmə lampası işıqlanır, amma çox zəif olur. Hiss edilməyəcək dərəcədə. Buna görə də çözərmə lampası, lampa 3,3 volt gərginliyi üçün nəzərdə tutulub. Amma bir batarya 1,5 gərginliyi verir. Elə buna görə də çözərmə lampası işıqlanmır. Çözərmə lampasının işıqlanması üçün nə edirik? 2 batarya. 2 bataryadan istifadə edirik. 1,5 üstə gəlsin 1,5. Lampa işıq saçsın deyə biz ardıcıl birləşdirilmiş 2 bataryadan istifadə edirik. Bataryaların ardıcıl birləşdirilməsi zamanı gərginlik 2 dəfə artır. 2 dəfə artdı. 1,5 vurulsun 2. Niyə? 2 batarya var. Eləcək 3 volt. Düzdür? Bu gərginlik lampanın parlaq işıq saçması üçün kifayət edir. Əgər bir batarya olsaydı, işıqlanmayacaqdı, amma 2 batarya işıqlanacaq. Səbəb? Çünki çözərmə lampası 3,3 voltdur. Belə müəllimlər, maraqlı mövzuydu. Demək olar ki, 5-ci sinifin heç çətin də deyildi. Çox maraqlı mövzuydu. Belə, Allah zeyn açıqlığı versin, sağ olun.